Abşeron rayonunda ata və oğul arasında yaranan mübahisə cinayətlə nəticələnib, hadisə Xırdalan şəhərində baş verir. Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü Vüsal anası Mədinə ilə işdən evə gələn zaman atası Zəmanət onların qarşısını kəsib. Zəmanət arvadı ilə münasibətlərini düzəldərək evinə qayıtmasını bildirib, amma qadın kişinin bu istəyi ilə razı olmadığını, barışmaq istəmədiyini deyib. Buna görə də onların arasında mübahisə yaranıb. Valideynlərinin mübahisəsinə müdaxilə edən Vüsal atasının hərəkətlərinə əsəbləşib. Ana və oğlun hərəkətlərini görən kişi onlara qarşı səsini qaldırıb. Bundan hiddətlənən Vüsal atasına şillə və təpiklə zərbələr vurub, onun burun nahiyəsinə qançır şişkinliyi, digər xəsarətlər yetirib. Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Bu işə Abşeron rayon məhkəməsində baxılıb, məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkənlə barışıq əldə edib. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirlənən şəxsin barəsində olan cinayət işinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib. Bundan başqa Abşeron rayonunda 1986-cı il təvəllüdlü Xalid qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Əfsanəyə xəsarət yetirib. Hadisə ötən ilin oktyabrın 1-də Masazır qəsəbəsində baş verib. Xalid həmin gün saat 20 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Əfsanə ilə mübahisə edib. Aralarında qısqanclıq zəminində yaranmış narazılıq üstündə mübahisə zamanı arvadının üzərinə hücum edərək əl zərbəsi ilə onun sifət nahiyəsinə vurub, nəticədə arvadının burun nahiyəsini sındırıb. Hadisəni törədən Xalidin barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Xalid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Əfsanə ilə 2011-ci ildə ailə həyatı qurub, birgə nikahdan 3 azyaşlı övladları var. Arvadım Masazır qəsəbəsində yerləşən marketdə satıcı işləyir. Ona dəfələrlə xəbərdarlıq etmişəm ki, iş prosesində heç kimlə səmimi münasibət qurmasın. Lakin sözlərimə ciddi yanaşmır deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 1-də saat 19 radələrində Əfsanə işdən çıxdıqdan sonra onu qarşılayıb və birlikdə evə gediblər. Həmin gün saat 20 radələrində eyni səbəbdən aramızda mübahisə yarandı. Əfsanəyə bu barədə irad bildirdi. Mübahisə zamanı əsəbləşərək sağ əlimin içi ilə onun burnuna bir dəfə zərbə vurdum. Sonra mübahisələrimiz başa çatdı. Daha sonra məlum oldu ki, Əfsanə barəmdə şikayət edib deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Bu cinayət işinə Abşeron rayon məhkəməsində baxılıb, məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkənlə barışıq əldə edib. Bu səbəbdən də şiddət görən qadın ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilib, onun barəsində olan cinayət işinin icraatına xitam verilib. Abşeron rayonunda 2 nəfər arasında yaranan mübahisə də cinayətlə nəticələnib. Quba rayon sakini 1998-ci il təvəllüdlü rahib dostu Rüfətlə mənasız zarafatlar etməsi səbəbindən aralarında mübahisə yaranıb. Söz mübahisəsi zamanı şəxsi münasibətlər zəminində Rüfəti qəsdən 2 dəfə yumruqla çənə nahiyəsindən vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Hadisəni törədən rahibin barəsində Cinayət Məcəlləsinin 127.2.3 ümumi təhlükəli üsulla və ya xulqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən rahib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Rüfət onun dostudur. 2 ildir ki, onların yaxın dostluq münasibətləri var. Hadisə günü gecə saat 1 radələrində dostum Rüfətə zəng
zəng vuraraq onu həyətə çağırdım. Həyətə düşdükdə bildirdi ki, saat gec olduğu üçün evə gedə bilmir. Atası evdədir. Əgər bu saatda evə getsə, Atası oyanacaq və evə gec gəldiyi üçün onu danlayacaq. Rüfət məndən xahiş etdi ki, gecəni səhərə qədər onunla bir yerdə qalım, səhər atası işə getdikdən sonra öz evlərinə getsin. Bu zaman Rüfətə bildirdim ki, 1-2 saat evimdə qonaq edə bilər. Lakin səhərə qədər onu evdə qonaq edə bilmərəm. Rüfətə yaxın dostluq münasibətim olduğu üçün onu evimdə qonaq etmək istəməməyimin onun xətrinə dəydi. Bu səbəbdən mənimlə mübahisə etməyə başladı. Həmin vaxt Rüfət spirtli içkinin təsiri altında olub, deyə o ifadəsində göstərib. Təqsirlənən şəxsin sözlərinə görə, bu zaman Rüfət evində qonaq etmək istəməməyi onun xətrinə dəyib, bu səbəbdən də münaqişə etməyə başladıq. Rüfət üstümə gələrək məni itələməyə başladı. Bu zaman onun sinəsindən yumruqla vurmaq istədim, amma yumruq vuran zaman onun sinəsindən deyil, çənə nahiyəsindən dəydi. Rüfət zərbənin təsirindən çənəsini tutdu, mən də zərbənin sərt alındığını gördüm və onun yanına getdim. Onun ağzının qanadığını gördüm. Bundan sonra Rüfəti yaşadığım evə apardım, ağzını su ilə yudum, deyə rahib ifadəsində göstərib. Rahib bildirib ki, aralarında baş vermiş davadalışdan sonra təxminən səhər saat 7 radələrinə qədər Rüfət onun evində olub. Mən elə başa düşdüm ki, Rüfətin dişi sınıb. Həmin gün səhər saat 7 radələrində Rüfət bizim evdən çıxaraq öz evlərinə getdi. Bundan sonra da Rüfətin telefonuna zəng tutmaq üçün ondan xəbərim olmadı, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə zərər çəkmiş Rüfətin sözlərinə görə, gecə təxminən saat 03:30-da Bakı şəhərində yaşayan dayısıgilin yaşadığı Masazır qəsəbəsində qayıdan zaman onun mobil telefonunun rahibə mesaj gəlib. Rahibə zəng vuraraq mesajı soruşdum. O mesajın səhvən gəldiyini bildirdi. Mən həmin vaxtı spirtli içkini qəbul etmişdim. Spirtli içki qəbul etdiyim üçün rahiblə görüşərək biraz həyətdə oturub söhbət etmək istədiyimi bildirdim. Həmin də spirtli içki qəbul etdiyim halda evdə atam ilə üz-üzə gəlmək istəmədiyimi, atam işə getdikdən sonra evə getmək istədiyimi bildirdim. Bakı şəhərindən birbaşa rahibin yaşadığı binanın qarşısına gəldim. Həmin vaxt rahiblə biraz söhbət etdik, təmiz havada gəzdik, deyə o ifadəsində göstərib. Zərər çəkmiş qeyd edib ki, daha sonra rahibə onun yaşadığı evə getmək istədiyini bildirib. Səhər atam işə gedəndə qədər orada qalmaq, ondan sonra səhər üzü öz evimə getmək istədiyimi söylədim. Rahib də mənimlə razılaşdı. Birlikdə rahibin evinə doğru gedən zaman mənimlə mənasız zarafatlar etməyə başladı. Bu zaman rahibə mənimlə mənasız zarafatlar etdiyi üçün irad bildirdim. Lakin rahib buna məhəl qoymadı. Bundan sonra növbəti dəfə rahib mənimlə mənasız zarafat etdi. Mən də onu söydüm. Sonra rahib üstümə gəldi, mənimlə münaqişə etməyə başladı. Rahibin sinəsindən itələdim, o isə üz nahiyəmdən yumruqla vurdu. Bundan sonra Seymur nə isə küt bir əşya ilə çənə nahiyəmə ikinci dəfə vurdu, zərbənin təsirindən yerə yıxıldım və huşumu itirdim. Özümə gəldiyim zaman rahib məni sakitləşdirdi ki, narahat olma, heç bir şey olmayıb. Ağzım qanayıb. O məni öz evlərinə apardı, ağzımı su ilə yudu. Həmin vaxt nə rahib, nə də ki özüm çənəmin sınmasından xəbərimiz olmayıb. Bundan sonra öz evimə getdim, evdə olan zaman çənəmin sındığını gördüm və həkimə müraciət etdim, deyə zərər çəkmiş şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Abşeron rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə rahib 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb, təqsirlənən şəxsə cəza çəkmə müddəti ərzində yaşayış yerini hər gün gecə saat
00:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub. Bundan əlavə, bu müddət ərzində onun elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılıb.